Salam. Bu videoda Mustafa Yağcı'nın My Geometry 2 kitabından trapeziyanın sahasına aid miqə düşə biləcək bir həndəsə məsələsinin həllini verəcəm. Məsələnin şərtini görürsüz. Deməli, ABC'de bir trapeziyadır. AD paraleldir, PQ paraleldir BC. Diaqonalın kəşf nöqtəsi Y'dir və Y diaqonalın kəşf nöqtəsidir. Yəni Y həm də PQ üzərində olacaq təbii ki. Və DPC üçbucağının sahəsini 24 verib. Baxın, burada DPC üçbucağının sahəsini 24 verib. Bizdən DPB üçbucağının sahəsini soruşur. Burada biz nədən istifadə edəcəyik? Bilirik ki, PY məsafəsi ilə YQ məsafəsi bir-birinə bərabərdir. Bunu oxşarlıqdan çox asanlıqla isbat edə bilərsiniz. PY məsafəsi YQ-yə bərabərdir. Bu məlum bir faktdır. Ona görə və PQ də paralel olduğuna görə, indi biz burada əgər PYD üçbucağının sahəsini S1 desək, YDQ də S1 olacaq. Çünki tərəf eynidir, o tərəfə çəkən hündürlüklər də eynidir. Və biz əgər PYS-yə bu sahəyə S2 desək, YQS də S2 olacaq. Eyni səbəbdən tərəf eynidir, ona çəkilmiş hündürlüklər də eynidir. Və BPY də S2 olacaq. Çünki burada PY məsafəsi ilə YQ məsafəsi bir-birinə bərabərdir paralelliyə görə. Hündürlüklər də eynidir, həmin tərəfə çəkilmiş tərəflər eynidir, həmin tərəfə çəkilmiş hündürlüklər də eynidir. Baxın, indi buradan görsənir ki, verilmiş sahə əslində 2S1 plus 2S2-dir. Bu nəyə bərabərdir? 24-də. Buradan da S1 plus S2 12 çıxar. Və S1 plus S2-də soruşulan sahədir. PD, PB üçbucağının sahəsidir ki, deməli cavab 12 olur. Burada deməli əslində biz isbat elədik ki, belə bir fakt doğrudur. S üçbucaq DPS bərabərdir 2 dənə S üçbucaq DPB. Bu fakt isbat olundu. Əslində bu bir isbat məsələsi də ola bilər. Məsələ də həll olundu. Növbəti videoda görüşərik. Sağ olun.